vaxtınız xeyir əziz izləyicilərimiz, kanalımıza abunə olmağı unutmayın. Öncədən kanalımıza abunə olduğunuz üçün sizə təşəkkür edirik. Salam, hər vaxtınız xeyir olsun. 102 Xəbər Info və Inform TV izləyicilərimiz. Bugün hal-hazırda Bərdə şəhəri Sərkərə kəndində bir qazi qardaşımızın ziyarətinə gəlmişik. Salam, axşamınız xeyir olsun. Özünüzü təqdim edərdiniz. Mən əsaslarda plan nizamı Bərdə Sərkərə kəndində. Türkiye'nin köşelerine yer alarak Qardalarını Sərkərə kəndində. Oğul əsaslarda Tural Nizamoğlu 2020 ildə Qarabağ döyüşlərində iştirak edib, Oktyabrın biri yaralanıb, Oktyabrın biri yaralanıb. Qarabağ Oktyabrın 20'sine kimi Azərbaycan bazısını alıb gəlmiş. O tapanmır maalesef oldu. Bədənindəki nişanıyla Papan bazısını almış. Atman bilənin yok. Bədənindəki nişanı yok. Doğru tapdım, orada da pis vəziyyətdə sağ olsun. Allah yaxşılar işinə biraz. Bir imkanlısa bize kömək edeyim. Bu Çin şirketi güvana xəsənəsində. Bu adam sağadım, müalicə etdirib gətir. Bugünkü günü də bize gəlisi məhradı ki, oğlu birinci qolu bələdi, yoldaşımda Qırçanın üstünü getirib paralizdi. Durup 6 aydı. Bir səkanızına çay sürənmir, ilgənmir. Özümdə rəxətsizliği hem ben məmnun olmuşam. Onların ikisine de ben bakarım, biz olmaz. Bize bir kömək lazım. Bu barədə bələdiyyənizə, Bu barədə hamısına hamısına demiş. Əslində reaksiya göstərdikləri deyirlər. Yəni baxmırlar. Ha, baksalar bir reaksiya verirler. Bakmıyor. Yəni bu barədə qapınızı açın. Yok, açan yok. İndiyan eğitiminde 2022'den gelip Türkiye'de gelen indiyan eğitiminde öz cimri kullanmalı dedi. Devlet kurumlarından, devlet tarafından bir mahkuma yardım olur. Müraciət eləmisiniz? Hala gelemişim hamısı. Yaşar fonduna getmişim neçə dəfələrlə asa xidmətdə gerekir. Yani bizim vesayetimiz yok. Bildiğiniz biz cami 2 ay. Bunun muhalifesi için dermanlara orada yazılır. Mükemmel olur. Bayramlarda Hiç. qapınızı açan yox. Yok. Kurban Bayramı'nda sağ olsun. Nereden reisi? Ne onlar? Enver Melli. Eyvan kestirip Kurban Bayramı yani. Adam gerek Allah'ın danışar. Sözü ne değil? Onu dinler adam. Eğerinden neyden söz? Güzü. Sağ olsun. Neçə dəfələrlə eyvan kestirse Kurban Bayramı bunlar gelir. söhbət o çıkmadan getmir. Söhbət bu qaziləri, şəhidləri, veteranları hamısını yad edib yada salmaq lazımdır. Bu Türkiye'nin göstərisi canımızı koydu. Canımızı koydu. Türkiye'nin göstərisi canımızdan keçdik. Yəni düzdür, xalqımız üçün, vətənimiz üçün, öz anamız, bacımız, şəhid olan qardaşlarımız var, canımızdan keçdik. Amma bizə yəni nə şəhidlər, nə qazilər, nə veteranlar heç biri ikinci günün yada salınır. Şimdi deyirik ki, qazi və şəhidi, veteranayı, belə deyirik ki, elə ki, mən nə olsun? Necə nə olsun? Yəni biz sizdən bana koşun yardım bu kardeşler. Yox, əslində onu kimə deyirsiniz? Kim deyil o sizə? Ve çok adam deyil bir mesela. Nümayəndələr falan deyil. Deyil ki, evde kırak adamlar. Kənar. Özümüzdə Tural qardaşımızı həmişə biat edilir, yanında oluruq. Allah eləsin. Həmişə Nizami əminlə görüşürük, qıraqda olanda da görüşürük, alay-val edirik. Onun hanıma həmişə yanmışıq biz. Yandığımız qədər də icra nümayəndəsində demişik. İcra hakimiyyətində Samir müəllimə demişik. Samir müəllimin deyiklərindən gələn edəcək. Günlərində Hani şu 50'ler günüydü. 50'ler günü münasibəti bütün 50'ler təbrik edirik. Allah onlara şəfa versin. Sağlamlıqlarına təşəkkür. Yəni Bərdədə bir Yeni Azərbaycan Partiyasının sədri
Fəqət şahsına çıxıb gəlib bizi görüşürsünüz, görüşməyinə. Yəni o görüşə baxmayaraq sizin ona müraciət eləmişik ki, dayə lazımdır, dayə də lazımdır, başqa bir şeylər də lazımdır, köməklik lazımdır. Ata apres olubdur, ana əlirdir, kişi bütün iki dənə qolpazları var, ondan gəzir ki, o yazığı kim paleskadan tükürsün, kim çimizdirsin, kim yerin yılsın, kim çay dəmləsin, kim yemək versin buna. Yəni, bax, bu vəziyyətlərdə acınacaqlıdır. Söhbət o deyil ki, kim səndə bir balaca bir nəysə bir şirya karikatı gəlsin. Deyil, onun ayrısına qalmaq lazımdır, ona kömək göstərmək lazımdır, onu maşına mindirib para saxlamaq lazımdır, gətirmək lazımdır. Atan onu eləyə bilmir, atan yarasından keçib gəlir. Özünün patresi var, qaldır dindirə bilir. Ben devletten hiçbir şey yok. Eğer bir aynı pazarı varsa, bunların sağlamlığını bakarsan, onların mal verdiği pensiya değil, 745 mal, pensiya değil veya da diğer şey, kaldık da ondan mal olur. Ben sağlamlığını kaytarabilirler, son bölgesini. Müharibədən 2021-dən bura, 20 qutarandan sonra müharibə sakitləşib, hamıya sakitləşəndən sonra heç icra başçısı bilmədi ki, qazi hansı tərəfdə qalıb, şəhid ailəsi harada qalıb, hansı qaziyə nə eləmək lazımdır. 2024-cü ilə qədər Tural torpaqdan ötürü icra başçısının yanına getdi, gəldi bir qadi müəllim. Yanına getdi, gəldi, axırı bir qadi müəllim buna deyir. Bunu müalicəyə aparan o ülkanlı şəxsin elədiyini öz adına çıxdı. Çünki o boyda müalicə Türkiyə yapar. Sən hansı Türkiyə aparmışsan onu? Ev əşyasından nə lazım eləmişsən? Allaha çox şükür, nə qədər kasıb olsam da, özümüzü yatmağımıza, bir rapat almağa, oturmağımıza bir stol almağa gücümüz çatır. Gündəlik gedib işləyirdim, indi şikəst olub qaldığıma baxır. Fəhlə gedirdim, işləyirdim. 6 aydır. 6 ayda bilirsiniz. Hə. Onacan gedirdim, gündəlikdən aldığım puanlar 20 əşyalarını yedim. Bana 2 stol vermişsən. Stolda oturanda adam bıçası belə gedir, yıxılırsan. Sənə qaçı mı verir? Hə. Neyinirəm ona? O ev əşyası ilə mən təmin eləmişəm. Yok, onu bahçe verir. Bu değil mi? Öz adına çıxır, ya. Başqa bizə onu deyir. Onu desen kim verir? Bu sakin. Onu Alpara cennetini verir. O da yer. Ha, oradan verip iki tane zaptı, kasal çıkardı, iki tane zaptı, Rafael cəmiyyəti səhədi bak. ha, iki tane stoldu, iki tane zaptı çıkardı, bir tane kavak oldu. Aslan. Bak bu otağı, gördüğünüz bu otağı. Bir hektar Verəcək. torpaq istədim. Bu otağı. Hakim mənim var. Bu kim idi? Öz cebimi pulunu düzəldi. Öz xəzinə. Hamısını. Öz romantik. Vaxtı deyirdi buna nə verir? Torpağa. Ha. Yox idi. Xahiş edildiği şey, Yani ve evi anki gördüğümüz bölgede öyleydi. Yani ya kim ölmüşü yardan yukarı. Onu da yoldaş geldi. Öz İmkanlarla mən şey 4 kamaz taş alıp 4 kamaz. Sonra onu verip atıyorum. Sıralarını evin kırçak materyallarını verip öldürüp verip bize çöküyor. Adam. Bunu başka göz adam. Avqat daşının evladı olur, sözü durup əldən. Yəni, ne kim kömək edibsə, Allah'tan sağ olun. Amin. Allah var eləsinlər hər birini. Cənab Prezidentimiz həmişə biz qazilərin, şəhidələrin həmişə yanındadır. Biz də Cənab Başkanımızdan xahiş edirik ki, yəni dəyərlərimizin ən ağır qazilərindən biridir. Çox xahiş edirik ki, yəni bunlara, yəni siz xanım gəldiniz, gördünüzdə bunlara maddi cəhətdən birinci ən çox mənəvi cəhətdən insan lazımdır. Yəni bunlar həqiqətən çox az. Bunlara bir dəqiqə bundan əlavə bunlara bir kömək lazımdır. Allah mən birdən deyirəm, bilirsinizlər, bir dəmiyə deyirəm. Deyirəm, mən qonşuluqda olsam, anam, anam, evdəkilərə deyərəm, bax, buranıqdır. Gəl bunlara hep kömək edin. Eləyə bilmirik, uzaqdır məsəl. Çox xahiş edirik ki, Cənab Başçımızdan da xahiş edirik ki, bunlar heç olmazsa bir dənə dayə tutulsun. Əsas bu zülümdə də valla günahdır. Allah yolundadır, heç olmazsa. Cənab Başçımız da inşallah, əgər şey eləməsə bir Bərdəmizin o qədər qeyrətli, o qədər iləri çıxan oğlanlarımız var ki, inşallah gələr bir dənəsi bizim bu səsimizi eşlər, heç olmazsa bir köməkli tutar bu qardaşlarımızla.
bunlara heç olmasa kömək eləmək lazımdır. Çox xahiş edirəm, Allah sizlər də var eləsiniz, şeylə gəlin, işıqlandırırsınız. Allah sizlere de ömür versin ki bizim gibi güzel insanlar, ruhunda güzel insanlar canları. Öyle gedirəm. Öyle gedirəm. Bizə və minnətdarı, Azərbaycanlı minnətdarı. Tarihi vaxtları belə güzel çıxardırsınız, maraqlanırsınız, sağ olun, var olun, sağ olun. Sağ olun. Rəhbərinizə də öz təşəkkürümüzü də qazilərə. İnşallah ki rəhbərimiz yanına verirlər ki, inşallah ki buna da düzəltmək görər. İnşallah. İnşallah ki buna da Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.